Bəh, texnologiya inkişaf etdi, dediyi canımız dincələr. Taksi sifarişi bir barmaq toxunuşu qədər asanlaşar. Amma sən saydığını say, gör bizim bəzi taksi sürücüləri nə sayır. Bakıda taksi çağırmaq artıq sadəcə bir xidmət deyil, həm də əsəb, səbir və bəxt imtahanına çevrilib. Düzünü desəm, heç regionlardan çox da xəbərim yoxdur. Hərçənd ki 2-3 dəfə paytaxtdan kənarda taksi sifariş vermişəm. Paytaxtda nə oldu ki, regionlardan da nəsə gözləyək. Bu bəzi taksi sürücüləri kartla ödəniş edəni düşmən bilirlər. Nağd ödəyənin qəpiyini isə özlərinə qənimət sayırlar. Sifarişi ləğv etmək bir dərd, gəlib o maşını tapmaq isə min dərd olub. Əşi, ürəyim doludur, əyləş. Sözdələndə sənə həyasız taksi sürücülərindən danışım. Deyəsən axır ki, biz də mədəniyyətə çatıb Avropanın o təkərli cənnətinə qovuşmuşuq. Əvvəllər bir eşyəyimiz var idi, minib bazara gedərdik. Nə benzin istəyərdi, nə də reyting. İndi maşallah, əlimizdə bir ağıllı telefon, içində də rəngbərəng proqramlar. Barmağını ekrana vuran kimi qapına maşın gəlir. Amma gəl görək, o maşın gəlincə bizim başımıza nələr gəlir, nələr gedir. Bəri başdan deyim ki, Bakıda taksi çağırmaq, lotereya oynamaq kimi bir şeydir. Ya bəxtin gətirər, ya da əsəblərin gedər. Məsələn, səhər tezdən işə gecikirsən. Əlini atıb bir taksi sifariş edirsən. Özü də rahat olsun deyə ödənişi bank kartı ilə seçirsən ki, cibində xırda axtarmaq dərdi olmasın. Sifariş qəbul olunan kimi hələ sürücü sükanı düzəltməmiş sənə zəng gəlir. Konsert başlayır. Açan kimi salam, kalam yox, elə bir prokuror sorğu-suala tutur. Qardaş, ödəniş kartlandır. Sən də sadəlöv adam deyirsən, kartlandır. Aman Allah, elə bir sürücüyə söyüş söymüsən. O dəqiqə başlayır ki, ay qardaş, sən Allah ləğv elə, mən gələ bilməyəcəm, benzinim yoxdur. Təkərim deşilib, nənəm naxoşlayıb, Amerika İrana nota göndərib. Yer kürəsindən 2,5 milyon işıq ili uzaqlıqda yerləşən Andromeda qalaktikasında partlayış baş verib. Deyirsən ki, nə qələt elədim, taksi sifariş verdim. Sən də bilirsən axı, sifarişi ləğv eləsən, proqram səni cəzalandıracaq, reytinqin düşəcək. Sonra heç eşşək arabası da sənə tapılmayacaq. Deyirsən ki, yox qardaş, mən ləğv edə bilmirəm. Sən ləğv elə, zəhmət olmasa. Sürücü də dirəşir ki, mən də ləğv edə bilmərəm. Mənim də balım kəsilir. Vəssalam. Başlayır bir soyuq müharibə. Sən evdə oturub telefona baxırsan, o da maşında oturub telefona baxır. Nə o gəlir, nə sən gedirsən. İş orasındadır ki, bu inadkarlıq müsabiqəsi bitmədən nə sən təzə taksi çağıra bilirsən, nə də o başqa müştəri götürə bilir. Hələ bunun başqa bir növü də var. Adına fırıldaq mühasibatlığı deyirlər. Yenə kartla sifariş verirsən. Sürücü zəng edir. Qardaş, kartlandır. Deyirsən ki, kartlandır, necə məgər? Başlayır ki, gəl belə edək. Sən sifarişi ləğv elə, güya getmirsən. Amma mən gəlim səni aparım. Pulu da mənə kart atarsan. Kişinin oğlu hələ bu soxa-soxda ingiliscə də danışır. Kartdan karta desə elə bir dilinə şiş batar. Bax, əsl iqtisadiyyat budur. Deyirlər, bank kartından pulu çıxarmaq çətindir, faiz tuturlar, nə bilim nə. Ay bəndə, ay ancaq özünü düşünən adam. Bəs bu proqramın qaydası, qanunu, müştərinin təhlükəsizliyi bəs necə olsun? Deyək ki, sən sabah məni aparıb dağın başına qoysan, mən kimə şikayət edəcəm? Amma sürücünün vecinə deyil. O öz cibinin, öz qara kassasının dərdindədir. Yaxşı, deyək ki, cəhənnəmə nağd sifariş verdin. Fikirləşirsən ki, nağd pul hamının sevimlisidir. Problem olmaz. Sürücü gəlir, səni mənzil başına çatdırır. Proqram göstərir ki, gediş haqqı 7 manat 20 qəpik. Sən də çıxarıb 8 manat verirsən. Bax, burada başlayır qəpiklərin silli yoxa çıxması əməliyyatı. Sürücü elə sakitcə özünə baxır, güya o 80 qəpik elə əvvəldən yox imiş, buxarlanıb göyə uçub. Gözləyirsən ki, bəlkə insafa gəlib qaytarır. Yox, sən dinlənməsən, o heç vaxt o pulu qaytarmayacaq. Yox, əgər cürət edib bəs qalıq, soruşsan, o dəqiqə başlayır aktyorluq eləməyə. Ciblərini axtarır, maşının içinə şəliyir, başını qaşıyır. Vallahi qəpik yox deyə qardaş, halal elə. Mən niyə hər gün 2-3 sürücüyə 80 qəpik halal etməliyəm? Bunu günə vursan, ayda bir neçə dəfə taksi pulunu düzəltmiş olaram. Hələ bəzisi lap həyasız olur. Deyir, düş o köşkdə xırdala gətir. Ay sağ ol. Mən pul verim, mən xidmət alım, hələ bir üstəlik qaçıb sənin üçün xırdalamaq dərdi çəkim. Bu müştəriyə xidmətdir yoxsa qula əziyyət? Bax, bir də görürsən ki, proqramda yazılıb. Sürücü çatdı.
Sevinə-sevinə düşürsən aşağı. Baxırsan sağa, sola, taksi yoxdur. Telefonu açırsan, görürsən ki, sürücü artıq səfərə başlayıb. Özü də sənsiz. Maşın xəritədə hərəkət eləyir. Gedir ünvana tərəf. Amma sən tində qalmısan. Əgər kartla ödənişdirsə, pulun getdi, canın sağ olsun. Sürücü özü üçün boş oturacaqları gəzdirir, proqramı alladır. Səni də pis vəziyyətdə qoyur. Sonra da dur, dərdini dəstək xidmətindəki robota izah elə. Hələ bu harasıdır? Sifariş verirsən, yazılıb ağ rəngli maşın, nömrəsi filan. Gözləyirsən. Bir də görürsən qara rəngli bir başqa model maşın gəldi. Siqnal verir. Yaxınlaşırsan ki, bu kimdir? Deyir, mənəm də sifariş verdiyin taksi. Deyirsən, ay qardaş, proqramda başqa maşındır, başqa nömrədir. Cavab hazırdır. Hə, o maşın xarabdır, bu qardaşımın maşınıdır. Ya da sistemdə yenilənməyib. Yalanın da quyruqlusu. Bəlkə sən oğrusan, bəlkə quldursan. Mən hardan bilim ki, sən həmin adamsan. Bu qədər özbaşınalıq olar. Onlarla taksidə vəziyyət eynidir. Hamısının da bəhanəsi sistem xətasıdır. Hə, lap axırıncında danışım, çıxım gedim. Taksi sifariş vermisən, gözləyirsən. Sürücü gəlir. Gəlir, lap az qalmış, pık, sifarişi ləğv edir. Lənət şeytana. Zəng edirsən ki, ay qardaş, niyə ləğv elədin? Mən bayaqdan gözləyirəm axı. Deyir, ora mənə sərf eləmir, tıxacdır. Deyirsən, ay gözəl insan, bunu əvvəldən görə bilmirdim. Mənim vaxtımı niyə yeyirsən? Adam heç üzr də istəmir. Hələ bir çımxırır. Get kimə şikayət edirsən, elə. Etməyən kişi deyil. Bax, beləsinə nə eləyəsən, nə deyəsən. Sonra gedib orada-burada deyir ki, iş olsaydı başımızı aşağı salıb işləyərdik. Hə, gördük səni necə işləməyi. Beləsinə şikayət azdır. Gedib, tutub o ki var. Nəysə, şiddətdən, bir də belələrindən uzaq olmaq lazımdır. Arzum odur ki, ictimai nəqliyyat sistemi təkmilləşsin. Elə hala gəlib çıxsın ki, biz də avtobusla, metro ilə ünvana vaxtında əsəbsiz halda çataq. Görək də, tramvay da söz veriblər.